Müəyyən bir mətn yaxud məqalə hazırlayanda müəllif müxtəlif mənbələrdən məlumat ala bilər və sonra bu məqaləni internetdə yaxud qəzetdə, jurnalda yerləşdirəndə mütləq həmin mənbələrə keçid eləməlidir ki, onun məqaləsi plagiat kimi qəbul olunmasın. Gəl baxaq görək bu mənbələri Word proqramında necə yerləşdirmək olar. Bizdə belə bir məqalə var. Tanınmış aktyor Yaşar Nuri haqqında məlumatdır. Və belə 3 dənə başlıq var, 5-6 dənə abzası var və axırda belə bir mənbələr var. Yəni bu məqaləni yazanda müəllif bu mənbələrdən istifadə edib. Gəl indi bu mənbələri mətndə yerləşdirək. Deyək ki, burada birinci abzasda bu mənbəni yerləşdirik. Yəni ki, bu abzası müəllif, məqalənin müəllifi bu mənbədən götürüb. 525-ci qəzet 2015-ci ilin noyabrın 20-si dərc olunub. 8-ci səhifədə müəllif Faiq qızı Eldir. Kursor yerləşdiririk abzasının arxasında və ссылки reference tabına keçib ссылки из списка literatуры keçidlər və ədəbiyyat siyahıları bölməsindən ставить ссылку keçidi yapışdır əmrini seçirik. Belə bir siyahı açılır və buradan добавить новый источник, yəni yeni mənbəni əlavə et basırıq. Belə bir pəncərə çıxır. Mənbəni yarat. Burada mənbənin tipini seçirik. Hal-hazırda bizdə qəzetdir. Ona görə buradan qəzet seçirik. Əgər qəzeti buradan seçə bilmirsə, yəni yoxdursa, onda razное, yəni başqalarını seçə bilərsiniz. Belə. Əgər məqalədə bir neçə müəllif iştirak edibsə, yəni məqaləni bir neçə müəllif yaradıbsa, onda burada korporativ müəllif qabağına quş qoyursunuz və müəlliflərin adlarını burada sıralayırsınız bir-bir. Əgər müəllif birdirsə, bizim halda isə birdir, onda müəllifi burada qeyd edirsiniz. Yazırsınız Faiq qızı Faiq qızı virgül el. Məqalənin adını yığırsınız. Xalq artisti Yaşar Nuri haqqında. Ay yaza bilərsiniz. Noyabr. İl 2015. Və OK düyməsini basırsınız. Həmin mənbə burada görsənir. Əgər müəyyən dəyişiklik aparmaq lazımdırsa, basırsınız mənbəyin üstündən mışqanın sol düyməsini, sonra sağ düyməsini basıb buradan izminit ссылку, yəni keçidi dəyiş və burada səhifəni yaza bilərsiniz.
Görürsünüz burada 8-ci səhifədir. Yığırsınız 8. Əgər istəyirsiniz ki, il də görsənsin, ad da görsənsin, bunu burada yığa bilərsiniz. Yəni quş qoyursunuz, yığılacaq. Basırsınız OK və dəyişdi, görürsünüz. Faiq qizi 2015-ci il 8-ci səhifə. Əgər dəyişiklik yerinə yetirmək istəyirsiniz, bu üç bucaqdan da istifadə etmək olar. Yəni mənbəni dəyiş. Pəncərə açılır və bu pəncərədə istənilən dəyişikliklər yerinə yetirə bilərsiniz. Burada noyabrın 20-si idi. Burada gün yadımızdan çıxdı. 20 yığa bilərsiniz və OK düyməsini basırsınız. Və təsdiq edirsiniz. Eyni üsulla ikinci mənbəni də yaratmaq olar. Tutalım ki, burada yəni bu abzası biz ikinci mənbədən götürmüşük. Kursoru yerləşdirirsiniz bura. Eyni əməliyyatı təkrarlayırsınız. Və burada yığırsınız. Müəllif Rəhimli İlham. Rəhimli İlham. Mənbənin tipi. Tutalım ki, bu kitabdır. Buradan seçirsiniz kitab. Kitabın adı nədir? Sənətdə keçən ömür. Sənətdə keçən ömür. İl 1992. Səhifə 203. Burada göstərir səhifəni. Burada quşu qoyub başqa xanalar aça bilərsiniz və buradan səhifəni tapa bilərsiniz. Səhifə 203. Bax belə. OK. Bax ikinci mənbədə əmələ gəldi. Yenə də dəyişikliklər yerinə yetirmək istəyirsiniz. Ya bu düymədən istifadə edirsiniz, yaxud da sağ düyməni basırsınız muşqanın. İzminit istoçnik, izminit ссылку. Yəni keçidi dəyiş, mənbəni dəyiş. Səhifəni yazmaq istəyirsiniz, buradan da yığa bilərsiniz. 203. Səhifə görsənsin. Bax görsəndi səhifə. İndi keçir üçüncü mənbəyə. Tutalım ki, burada. Üçüncü mənbə Quliyev Eldar. İndi tutalım ki, biz burada müəllifin adı və soyadı yadımızdadır, amma əsərin adı yadımızda deyil. Belə hallarda əgər mənbənin müəyyən bir hissəsi yadımızdan çıxıbsa, onda buradan Добавить новый источник yox, добавить новый заполнитель. Yəni yeni doldurucunu əlavə et. Belə eləyirik. Və burada müəllifin adını yazırıq. Quliyev. Eldar. Amma əsərin adını boş saxlayır və fikir verirsiniz, OK düyməsi aktiv deyil. Çünki burada probellər yazmaq olmaz. Yəni boş yer saxlamaq olmaz. Mütləq bir yerdə olmalı. Ya tutalım ki, belə olmalıdır. Quliyev Eldar, tutalım ki, yazaq ki, əsər. Yahut Kommunist qəzetidir, yazaq məqalə. Ha belə. Yəni məqalənin adını bilmirik, nədir? OK. Dördüncü mənbəni hələm saxlayıram. Birazdan istifadə edəcəyik. İndi bu mənbələri necə idarə etmək olar? Yəni bizdə burada 2 dənə mənbədir və bir dənə doldurucudur. Bunları necə idarə etmək olar? Keçirik
bu əmrə upravlение источниками belə bir pəncərə çıxır. Dispetcher источников, mənbələrin dispetcheri. Birinci xanada poisk, yəni axtarış. Əgər mənbələrin sayı çoxdursa, deyək ki 20 dənədir, 30 dənədir, 40 dənədir, məqalə çox böyüksə, burada axtarış verib həmin mənbəni tapa bilərsiniz. Amma bizdə burada cəmi 2-3 dənə mənbə var. Ona görə bu axtarış sistemindən istifadə etməyə ehtiyac yoxdur. Burada iki pəncərə var. Əsas mənbə pəncərəsi və aktiv mənbə. Yəni burada fikir verirsiniz, burada yalnız mənbələr görsənir. Burada isə həm mənbələr görsənir, görürsünüz qabağında quş durub, həm də doldurucu görsənir. Görürsünüz qabağında sual işarəsi durur. Yəni biz burada müəllifin adını və soyadını bilirik, amma məqalənin adı nədir bilmirik. Bunu necə dəyişmək olar? Seçirik doldurucunu, basırıq izmini düyməsini, yəni dəyiş. Həmin artıq bizə tanış olan pəncərə açılır. Buradan seçirik qazet, yəni qazet bizdə yoxdur. Ona görə burada seçirik razını, yəni başqaları. Müəllif təzədən buradan yığırıq Quliyev Eldar, Quliyev vergül Eldar və adı seçirik. Rəzalət burulğanında ümid işığı. Rəzalət burulğanında ümid işığı. İl 88, ay oktyabr, gün 20. Yığdıq və OK düyməsini basırıq. Və fikir verdiniz, qabağında artıq sual işarəsi quş işarəsi ilə əvəz olundu. Əgər bu mənbəni artıq doldurucu mənbəyə çevrildi və əgər bu mənbəyi bu siyahıya köçürmək istəyirsinizsə, kopировать, yəni kopyala əmrini seçirsiniz. Gördünüz, keçdi bu tərəfə. Bundan başqa burada создать, yəni yarat düyməsini görürsünüz. Bu düymənin köməyi ilə biz burada da mənbəni yarada bilərik. Yəni artıq bura keçidə ehtiyac qalmır. Basırıq создать düyməsini. Tanış olan pəncərə açılır və bu mənbəni əlavə edirik. Deyək ki bu kitabdır. Seçirik kitabı. Müəllif kimdir? Şirin Adil. Şirin vergül Adil. Adı yığırıq. Komediyada oynamaq üçün darıxmışam. Komediyada oynamaq üçün darıxmışam. İl 92-ci il 25 iyun şəhər Bakı şəhəri Bakı səhifə 4 və
və OK düyməsini basırıq. İndi fikir verirsiniz. Görürsünüz burada 3 mənbənin qabağında quş işarəsi var. Burada isə yoxdur. Nəyə görə bu belədir? Çünki bu 3 mənbənin 3'ü də məqalənin içində var, yəni yerləşdirilib, amma bu yoxdur. Gəl onu da əlavə eləyək. Tutalım ki, burada əlavə eləyirik. Stavit ссылку və buradan Şirin Adili seçirik. Yerləşdi. Dəyişiklik etmək istəyirsinizsə dəyişiklik edirik. Tutalım ki, səhifəni vururuq və tutalım ki, ili seçirik. Belə. OK. Görürsünüz, il yox oldu, səhifə gəldi. Əgər qaytarmaq istəyirsinizsə ili yığışdırırsınız. İl də əlavə olur. İndi fikir veririk siyahıya. Gördünüz, quş gəldi bura. Və belə mənbələri və doldurucuları yaratmaq olar və doldurucunu mənbəyə transformasiya etmək olar. Əksər hallarda məqaləni yazanda həmişə məqalənin axırında mənbələr göstərilir. Əksər halda məqalələrin axırında mənbələrin siyahısı göstərilir. Belə halda. Gəl mən bu hissəni yox edim. Və burada həmin siyahını yaradaq. Bu siyahını yaratmaq üçün Spisak literaturu, yəni ədəbiyyat siyahısı düyməsini basırıq və buradan göstərilən rejimlərdən birini seçirik. Tutalım ki, birincini seçirik. Spisak literaturu. Belə. Və belə bir formada mənbələr siyahısı yaradılır. Onu Rus dilindən Azərbaycan dilinə keçirmək istəyirsinizsə qaraldırsınız və mənbələrin siyahısı ifadəsini, yəni Azərbaycan dilində yazırsınız. Bu siyahının stili APA-dır. Amma burada cürbəcür siyahı stilləri var. Chicago, bu Çin standartıdır, bu Harvarddır, bu Ruslarınkidir, Ghostlardır. Yəni cürbəcür siyahıları seçə bilərsiniz. Tutalım ki, belə. Və belə olacaq. İndi tutalım ki, ya bizdə burada Quliyev Eldar var. Yəni ikinci mənbə. Deyək ki, bu mənbədir. Burada Quliyev Eldardır. Tutalım ki, Quliyev deyək ki, Namikdir. Belə deyək. Burada dəyişiklik yaparıq. Quliyev Eldarın əvəzinə Quliyev N yazırıq. Yəni Namik. Və yaddaşı göndəririk. Təsdiq edirik. Bir də baxırıq. Var mı burada? N hərfi var. Amma burada fikir verirsiniz. Dəyişmir. Burada dəyişikliyi yerinə yetirmək üçün siyahının üstünə bir dəfə basırıq. Belə bir pəncərə əmələ gəlir. Və burada görürsünüz Обновление ссылок список literaturu. Yəni siyahını və keçidləri dəyiş düyməsini basırıq və burada Quliyev N əmələ gəlir. Və axırda nə demək istəyərdim? Tutalım ki, hansısa bir
mənbə bizə lazım deyil. Yəni səhv yığmışıq. Deyək ki, Quliyev N-i götürək. Yəni bu lazım deyil bizə. Bunu əllə də silə bilərik buradan. Belə qaraldırıq, yəni seçirik və klaviaturada backspace yaxud delete düyməsini basırıq. Amma həmişə bundan sonra yenilənmə verən kimi bu mənbə bərpa olunacaq. Nəyə görə? İndi son deyəcəyim. Tutalım ki, buradan həmin mənbəni yox edirik. Seçdik. Qaraltdıq. Yox edirik. Görürsünüz, yoxdur mənbə. Burada seçirik. Yeniləməni veririk. Amma Quliyev N rəzalət bulğanda ümid işığı yox olmur. Səbəb bu səbəbdir. Keçirik bura. Upravlение источниками, yəni mənbələrlə idarə etmə. Və burada görürsünüz, həmin mənbə burada göstərilib. Düzdür, qabağında quş yoxdur, amma ki burada var. Burada olduğuna görə, burada yeniləmə eləyəndə hər dəfə, yəni burada əllə də yox eləsəz, yəni seçib delete backspace düyməsini bassaz klaviaturdan yox eləsəz, yeniləmə eləyən kimi burada olduğuna görə, burada həmin mənbə yeniləcək, bərpa olunacaq. Yox eləmək üçün keçirik bu pəncərəyə, seçirik həmin mənbəni, udalить, yəni yox et. Sonra keçirik bura, buradan da udalить, yox etdik. Bağlayırıq pəncərəni, keçirik bura, yeniləyirik siyahını və həmin mənbə yox olur. Bugünə bu qədər. Təşəkkürlər.